Salam əziz müəllimlər, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Sertifikasiya ilə bağlı şəxsi səhifənizə gəlməyibdir, hələ ki, düzdür, artı paylaşıbdır. Yəni müsahibə mövzularından bağlı, yəni icmaldan bağlı birinci nümunənin izahını vermək istəyirəm. Deməli, sinif 5-ci sinif fənnimiz isə texnologiya. Baxın, orada sizə desələr ki, hər hansı bir icmal nümunəsi danışın desə, ürəyiniz istəyəni danışarsınız. Yox desələr ki, 6-cı sinif, 8-ci sinif icmalını danışın, artıq onlar istədiyi icmalı danışmalısınız. Və bunu da qeyd edim ki, alt standartın rəqəmini, bax 1.1 və bir də alt standartın özünü əzbərə bilməlisiniz. Tutalım ki, desək ki, 5-ci sinif icmalını danışın, artıq deyirsiniz ki, sinif 5-ci sinif və mövzumuz oduncaq hissələrinin birləşdirilməsi. Alt standart bizə dövlət tərəfindən təqdim olunur. Çəkic, vintac və fırçadan istifadə etməklə oduncaq detalların birləşdirilməsi texnologiyasını izah edir. 1.1.1 alt standartdan təlim nəticəsi çıxardıram. Təlim nəticəsinin dərsin əvvəlində şagirdlərə elan edirəm ki, sonda hansı nəticə əldə edəcəklərini əvvəlcədən bilsinlər. Təlim nəticəmiz çəkic, vintac və fırçaların növlərini öyrənir və istifadə edir. Qiymətləndirmə meyarı isə şagird oduncaq məlumatların birləşdirilməsi üçün çəkic, vintac və fırçalardan istifadə edir, izah edir. Yəni qiymətləndirmə meyarını uzada da bilərsiniz, belə istifadə edir və yaxud da ki, şərh edir də deyə bilərsiniz. İstifadə edir, vergül, şərh edir. Bu şəkildə də qeyd edə bilərsiniz. Qiymətləndirmə meyarımız istifadə edir, şərh edir. Şagirdlərə qiymətləndirmə meyarında təlim nəticəsindən sonra elan edirəm ki, şagirdlər sonda hansı meyar üzrə qiymətləndiriləcəklərini əvvəlcədən bilsinlər. Bu tərəfi danışmırsınız, çünki bu hissəni dərsin içərisində danışacağıq. Və deyirsiniz ki, başlayırıq artıq şagirdlərin cəlb olunma mərhələsində şagirdlərin diqqətini dərsə cəlb etməyə. Şagirdlərə sual verirəm ki, mismarlar və şuruplar nə üçündür? Şagirdlər bu suallara cavab verməklə beyin həmləsi iş üsuluna istifadə edərək onların fikirlərini sonacan dinləyirəm. Dinlədikdən sonra isə heç birinə mühakimə etmirəm. Sonra şagirdlərə tədqiqat sualı ünvanlayıram. Tədqiqat sualı ünvanlayıram ki, oduncaq detalların hansı üsullarla birləşdirmək olar. Tədqiqat sualları ünvanlayıb şagirdlərə araşdırma işi tapşırıram. Venn diaqramından istifadə edərək şagirdləri iki qrupa ayırıram. Venn diaqramını lövhəyə çəkirəm. Birinci qrupa oduncağın mismar və şurupla birləşməsi haqqında araşdırma aparır və fikirlərini lövhədə qeyd edirlər. İkinci qrup isə yapışqanla birləşmə haqqında məlumatı araşdırıb fikirlərini lövhədə qeyd edirlər. Hər şagird Venn diaqram hissəsində bildikləri məqamları qeyd edirlər. Sonda müzakirə aparıram, refleksiya mərhələsində müzakirə aparıram və şagirdlər Venn diaqramında ayrı-ayrı sütunlarda yazdıqları üçün fərqli məqamlar, oxşar məqamları da ortaya qeyd edirlər. Beləliklə, fənnimiz haqqında bu verilən mövzu şagirdlər tərəfindən mənimsənilmiş olur. Gündəlik olaraq da şagirdlərə qiymətləndirmə aparıram, formativ qiymətləndirmə, şagirdlərə müxtəlif suallar verməklə dərsə nə cür yiyələnib, yiyələnmədikləri haqqında məlumat əldə etmiş oluram. Sonda isə ev tapşırığı olaraq şagirdlərə tapşırıq ünvanlayıram ki, alətlərdən istifadə edərək quş yuvası hazırlayın. Və bu qədər. Bax, əziz müəllimlər, bu gündəlik planlaşdırma sizi qorxuzmasın. Mövzu da burada var, alt standartda var, təlim nəticəsi də var, qiymətləndirmə meyarı da var, ard-arda danışırsınız orada. Və dərsimizin mərhələsində cəlb olunmadan başlayırsınız, sualı ünvanlayırsınız, beyin həmləsindən istifadə edərək onların fikirlərini dinləyirsiniz. Tədqiqat sualı ünvanlayıb artıq Venn diaqramından istifadə edərək lövhəyə Venn diaqram çəkirsiniz. Şagirdlər də məlumatı kitabdan öyrənirlər, oxuyurlar. Oxuduqdan sonra da Venn diaqram bilirsiniz də, ikili Venn diaqramda A, B sütunları olur. A-da şagirdlər neynirlər? Birinci qrup mismar və şurupla birləşməni yazırlar. İkinci qrup B-də isə neynirlər? Yapışqanla birləşməni qeyd edirlər. Sonunda müzakirə aparır, oxşar məqamlar ortaya qeyd olunur. Ən sonunda da formativ qiymətləndirmə aparıram, şagirdlər sual cavab edirəm və dərsə nə cür yiyələnib yiyələnmədiyini yoxlayıram. Sonra da ev tapşırığı verirəm. Ev tapşırıqlarında alətlərdən istifadə edərək quş yuvası hazırlamağı tapşırıram. Vəssalam, yəni icmal sizi qorxuzmasın. Bu qədər belə sadəcə danışarsınız. Burada sizə çətin gələcək bir proses varsa, alt standartı bir dənə əzbərləməlisiniz. Dərsin qalan mərhələlərində istənilən iş üsulundan, iş formasından istifadə edərək davam elətdirə bilərsiniz. Sağ olun müəllimə, salamat qalın. Hər birinizə uğurlar arzulayıram. İnşallah ki, bu illərim 40-a 40 nəticə məhz sizlər toplayarsınız. Özünüzə yaxşı baxın.